Nərgiz Nəcəf 250 sınaq, sınaq 51. Negative pronouns. I have been working on 2 reports, but of them is finished. Bildiyimiz kimi no of olmaz, C variantını çıxırıq. Törəmədən sonra of gəlməz, nothing, nobody çıxırıq, B, Y variantı da gedir. Qalır əlimizdə A və D variantı. None və neither'ın fərqi odur ki, neither 2 nəfər arasında, none isə 3 və daha çox şəxs və yaxud da əşya arasında söhbət gedərsə istifadə olunur. Burada 2 reports dediyinə görə bizə ipucu verir. Biz o zaman götürürük neither of them, B variantı. İkinci testimizdə I have time to talk to you now. Not əgər istifadə edəriksə, I have not deyə bir qaydamız yoxdur. Qrammatik cəhətdən yanlışdır. I have not got olardı və həmçinin də belə halda notdan sonra yəni əgər belə deyək də isim gələ bilməz. İsimdən əvvəl ya artikel gəlməlidir, ya sam eni hər hansı bir işlənməlidir. Sam işlənməz çünki inkarda eni işlənməlidir və yaxud da artikel sayıla bilən tək isimdirsə əvvəldə artikellardan hər hansı bir işlənməlidir. A variantını çıxdıq. Nothing törəmədir. Törəmədən sonra isim gəlməz deyə Y variantını çıxdıq. None və neither isə özündən sonra isim yox, of qəbul edib, sonra ismi qəbul edir. B və C variantında çıxdıq və qaldı variantımız D. I have no time. Üçüncü, we had to walk home because there were taxis. Baxırıq. İsim var, taksilər və törəmədən sonra isim gəlməz deyə A variantını çıxırıq. Notdan sonra gələn dedik ki, isim gəlməz. Notdan sonra bir eni gəlməlidir. Were not any taxis olsaydı daha doğru olardı. C variantına çıxdıq. Neither və none isə of olmalıydı ki, daha sonra ismi gətirəydi və Y variantında çıxdıq. Əlimizdə qaldı B variantı. No taxis. No'dan sonra həm sayılan, həm sayılmayan, həm tək və həm cəm də isimlər işlənə bilər. Dördüncü, they asked a lot of questions, but she answered of the questions. Baxırıq, tərcümə ehtiyac yoxdur. Of'u görən kimi törəməni çıxırıq, nothing çıxdıq, törəmədən sonra isim gəlməz. No'dan sonra isim gəlməz, A variantında çıxdıq. Notdan sonra da isim gəlməz, Y variantına çıxdıq, qaldı C və D variantı. Neither və none. Dedik ki, neither 2 nəfərdən bəhs edərkən, 2 əşyadan bəhs edərkən, none isə 3 və daha çox bəhs edərkən istifadə olunur. A lot of questions dediyinə görə 2 deyildi, daha çox olduğu üçün biz D variantı none istifadə edirik, none of. Beşinci, of my friends. Törəmədən sonra of işlənməz, nobody, nothing, A və D variantına çıxdıq. Not ilə cümlə başlamaz və notdan sonra of işlənməz, C variantına çıxdıq. No'dan sonra of işlənməz, Y variantına çıxdıq. None of my friends, B variantı. Düzgün cavabımız. Altıncı, we have got plans for the vacation. Planlar deməli isimdir. Törəmədən sonra isim gəlməz, A variantına çıxdıq. Daha sonra baxırıq, none və neither özündən sonra of istəyər, ofdan sonra isim gələr. B və D variantında çıxdıq. Əgər not istifadə edəriksə B olmalıdır. We have not got. We have got not deyə bir qayda yoxdur. Qrammatik cəhətdən yanlışdır. Qaldı əlimizdə Y variantı. We have got no plans. No'dan sonra cəm isim gəlib doğrudur. Test 7. We have had news from them. Baxırıq, davamı lazım deyil bizə, ehtiyac yoxdur. News'u gördük, baxırıq törəmə varmı? Bəli var, B variantında törəməni çıxırıq. None və neither'ı çıxırıq çünki özündən sonra isim gəlməz. No və not qalıb əlimizdə. Əgər not istifadə edəriksə, we didn't have olardı cümləmiz. We, daha doğrusu have haddirsə, yenə də doğru deyil. We have not had belə bir formu olmalıydı. Have had not deyə qrammatik cəhətdən yanlışdır. No news isə doğrudur. Dedik, no'dan sonra həm tək, həm cəm, həm sayılan, həm sayılmayan isim işlənə bilər. Test 8. There are 10 students in our group of. Aha, törəmədən sonra of işlənməz, nobody çıxdıq. No'dan və notdan sonra of işlənməz, B və C variantında çıxdıq. D və Y variantı əlimizdə qalıb. Baxırıq ki, söhbət 10 şagirddən gedir. Neither 2, none isə daha çox idi. Deməli, biz istifadə edirik none of us speaks French, Y variantı. Test 9. Do you know when Chris will be back? Answer, I have idea. Idea isimli, isimli isə törəmədən sonra isim gəlməz. Nothing navbədinə çıxırıq. A və D variantı gedir.
Non-idea olmaz. Of gəlməliydi, sonra isim gəlməliydi. B variantından çıxırıq. I have not idea olmaz. I have not got olardı ardıca və yaxud I don't have belə olmalıydı düzgün qrammatik cəhətdən. E variantını çıxdıq. Əlimizdə qaldı C variantı. I have no idea. Test 10. He has time. Time hissəsinə baxırıq. Davamlı ehtiyac yoxdur. İsimdir. Törəmədən sonra isim gəlməz. Nothing'i çıxdıq. Neither və none özündən sonra isim yox. Of daha sonra isim istəyir. A və B variantına çıxdıq. He has not time olmaz. Has not got time olardı və yaxud he doesn't have belə olmalıydı düzgün qrammatik cəhətdən. Onda əlimizdə qalır no. He has no time. E variantı. Test 11. Of dedik no'dan sonra of gəlməz. 1'i çıxdıq. Not ilə cümlə başlamaz. 4'ü çıxdıq. 1 və törəmədən sonra da isim of gəlməz və isim gəlməz. 3-cüdə nobody törəmədi. Törəmədən sonra of gəlməz deyə 3-də çıxdıq. Əlimizdə qaldı 2 və 5. Desək ki, axı 2 nəfər və çoxluq necə ikisini də götürə bilirik. Neither of the students demir neçə şagird. Bəlkə 2 şagirddir. Bəlkə çoxdur. Bilmədiyimiz üçün hər ikisini istifadə edə bilərik. 2 və 5. Test 12. He has friends. Friends isimdir. İsimdən əvvəl törəmə gəlməz. O zaman no one D variantını çıxdıq. Və no one of olardı. Bu formada olsaydı no one of my friends yenə də uyğun olmurdu. No one artıq isim gəlməyəcəkdi. Sonra none of olmalıydı. Neither of istəyirdi. Not istifadə edə bilmərik. He has not got olardı. Ona görə B variantı. He has no friends. 13-cü. Mary and I play. Burası vacib deyil. Of'a baxırıq. Tərcümə ehtiyacımız yoxdur. Çünki of özündən əvvəl törəmə istəmir. Nobody-nə çıxdıq. No of, none, no of, not of olmaz deyə B və D variantını çıxdıq. C və Y variantı əlimizdə qalıb. İndi baxırıq 2 nəfərdən söhbət gedir. Mary and I 2 nəfərdir. Deməli olacaq neither of Y variantı. 14-cü testimiz This young couple have children. Children uşaqlar cəmdir. Daha doğrusu isimdir. İsimdən əvvəl törəmə olmaz. Nobody-nə çıxdıq. Sonra not olmaz. Have not got olardı. A variantını çıxdıq. Neither və none-dan sonra of gəlməliydi ki, daha sonra isim gəlsin. C və Y variantı da buradan çıxır. Əlimizdə qaldı no children D variantı. Test 15. I waited for hours but came. Biz bu zaman but no came istifadə edə bilmərik. Came gəldi, no came, heç yox gəldi, uyğun gəlmir. No any came, anybody olsaydı istifadə etmək olardı hardasa. Not come yenə olmaz. Nobody var burada. Törəmədən sonra demişik isimdən of gəlməz. Deməmişik feil gəlməz. But nobody came. Biz deyir saatlarla gözlədik, amma heç kəs gəlmədi. C variantı. Test 16. I'm disappointed of. Not of olmaz, no of olmaz. Nobody törəmədi, of işlənməz. No one törəmədi, of işlənməz. None of. C variantı. 17. You can play here, there is danger. Danger təhlükə deməkdə isimdir. Törəmədən sonra isim gəlməz. B və Y variantını çıxdıq. C və D variantlarından sonra isim gəlməz. Çıxdıq, əlimizdə qaldı A variantı. No danger. Test 18. Students came to the class on Friday. Cümləmiz not ilə başlamaz. D variantını çıxdıq. Törəmədən sonra isim gəlməz. C variantını çıxdıq. A və Y variantlarından sonra isim gəlməz. Çıxdıq. O zaman B variantı. No students came to the class on Friday. Test 19. Of var. Törəmədən sonra of işlənməz. A və D variantına çıxdıq. No və notdan sonra of gəlməz. B və C variantını çıxdıq. O zaman əlimizdə qaldı Y. None of the students. Y variantı. Test 20. Sorry, I can't talk now. I haven't got time. Time isimdir. İsimdən əvvəl törəmə gəlməz. O zaman biz çıxırıq A variantını. None və neither'dan sonra isim gəlməz. B və D variantında çıxdıq. I have got not olmaz. I have not got olar. Y variantını çıxdıq. Və düzgün cavabımız C variantı. I have got no time.